Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi 1995-ci il oktyabr ayının 28-də Bakı metropolitenində ağır metro qatarı qəzası baş vermişdir. Rəsmi məlumatlara görə bu qəza nəticəsində 289 nəfər dünyasını dəyişmiş, 270 nəfər isə yaralanmışdır. Dünyasını dəyişən 289 nəfərdən 3-ü xilas edici olmuşdur. Bir nəfər xilas edici deməli Çingiz Babayev adlı şəxs Azərbaycan Respublikasının vətəndaşı göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. Metro qatarının qəzası bildiyiniz kimi Ulduz və Nərimanov metro stansiyaları arasında yerləşən 200 metrlik məsafədə olan tuneldə baş vermişdir. Deməli, qatarda alışma baş vermiş, sonra da məlum olmuşdur ki, elektrik sistemində yaranan nasazlıq nəticəsində qatarda alışma baş vermiş. Tuneldə olduğu üçün insanlar basa-basa düşmüş, çoxu ayaq altında qalaraq tələf olmuş, 270 nəfər isə deməli yaralanmışlar. İstintaq nəticəsində məlum olmuşdur ki, o cümlədən havalandırma sisteminin yararsız vəziyyətdə olması və xilasedici dəstələrin vaxtında gəlməməsi bu sayda insanların tələf olmasına səbəb olmuşdur. O cümlədən də qatarın maşinisti düzgün qərar verməmişdir. Çünki o qatarı deməli tuneldə saxlamışdır. Ona görə də qatarın maşinisti və dispetçer 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Azərbaycan Respublikasının o dövrdəki prezidenti Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda 3 günlük matəm elan olunmuş, həlak olanların deməli dəfni dövlət hesabına həyata keçirilmiş və onların ailələrinə maddi yardım göstərilmişdir. Beləliklə də bu metro qəzası deməli dünyada ən çox insan tələfatı olan metro qatarı qəzası kimi tarixə düşmüşdür. Allah hər birinə rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.